Özbəkistanın paytaxtı Daşkənddə Elmira Axundovanın Zərifə və Heydər Əliyevlər Əbədi Yaşar Məhəbbət kitabının təqdimat mərasimi keçirilib. Nəşri özbək dilinə Babaxan Məhəmməd Şərif tərcümə edib. Ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitabın Özbəkistanda çap edilməsi iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin bariz nümunəsidir. Nəşrdə Zərifə və Heydər Əliyevlərin ailə həyatı və bu ailəyə yaxın insanların xatirələri ilə yanaşı nadir fotoşəkillər də öz əksini tapıb. Kitab xarakterləri formalaşması 1940-cı illər, 1950-ci illərin əvvəlləri, əks kəşfiyyatçının şəxsi həyatı, lider Heydər Əliyev 20-ci əsrin 70-ci illəri, ölümə qalib gələn məhəbbət kimi müxtəlif bölmələrdən ibarətdir. Bizim ölkəmiz arasında, bizim prezidentlərimiz arasında strateji tərəfdaşlıq, dostluq, qardaşlıq telləri günü-gündən bərkiyir, günü-gündən dərinləşir və mən çox şadam ki, mən də bir yazıcı kimi, bir ədib kimi, bir ziyalı kimi demək olar ki, bu prosesə də öz balaca töhfəmi verirəm. Fəxri üst seçiblər Özbəkistan Yazıçılar İttifaqına, artıq mən onların fəxri üzvü kimi də borcluyam ki, mən özbək ədəbiyyatın ən yaxşı nümunələrini, poeziya nümunələrini, nəsr nümunələrini biz Azərbaycan dilinə tərcümə eləyək və bizim Azərbaycan dərgilərimiz çoxdur.